Belə bir sual paylaşmışdıq. Dekabr qrupu üçün dekabr sualı. Dekabr ayının 15-i yeni sıfırdan qrupumuz açılır. Filoloqlar üçün həm MİQ, həm də sertifikasiya imtahanlarına hazırlaşan tələbələr qoşula bilər. Dərslərə qoşulmaq üçün və yaxud da dərslərin gedişatı haqqında ümumi məlumat almaq üçün 051 537 90 86 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Həmidə xala haqqındadır. Sual deyir, Anarın Keçən ilin son gecəsi əsərindəki Həmidə xala obrazına aid deyil. Yeni ili qonaqlarla qarşıladığını imitasiya edir. İmitasiya etmək nə deməkdir? Yəni elə davranmaq, bir aktyorluq eləmək, aktrisalıq eləmək, həmin səhnəni canlandırmaq, yəni olmayan bir şeyi var kimi göstərmək. Bu aiddir. Axırda o adamın yazığı gələn səhnələrdən biridir. Ona yemək çəkir, bunu dəvət edir. Yəni bu doğrudur. Süleymangil gələn kimi onların gəliş səbəbini anlayır. Xeyr, Süleymangil niyə gəlmişdi? Uşağı qoymağa. Bu nə vaxt anladı? Onlar üçün meyvə gətirib gəlirdi. Orada anladı. Yəni Süleymangil gəldiyi anda yox, onları qarşılayır, sonra gedir onlar üçün meyvə gətirməyə və Gülarə dedikdə anlayır. Deməli 2 yanlışdır. Müxtəlif folklor nümunələri söyləyir. Bəli, Vaqifə söyləyir. Vaqif üçün söyləyir. Bu doğrudur. Nəvəsinin arıqlığından narahat olur. Xeyr, nəvəsini götürür və onun ağır olduğunu deyir. Yəni, nəvə də niyə ağır olar? Arıq deyə ağır olmaz ki, hər halda. Deməli, arıqlığından narahat olurmu? Xeyr. Kürəkəni ilə oğlunun dama oynamasını təklif edir. Xeyr, dama. Yəni, dərs izahında da demişdik ki, yəni Həmidə xalaya olan böyük hörmətimizə rəğmən burada ona haqq vermək olmur. Çünki aləm qarışır, yeni axşamı, hələ bir şeylə məşğuldur, hələ bir yerə tələsir. O da deyir ki, şahmat oynayın. Şahmatdakı ağır oyundur. Yəni, orada da hətta demişdik ki, dama olsa yenə də başa düşmək olar. 3-5 dəqiqəyə oynayıb durmaq olar. Şahmat həm uzundur, həm beynini ora verməlisən. Ona görə şahmat oynamaq özü məntiqsiz olardı orada. Nəysə ki, dama oynamağı təklif eləmir. Şahmat oynamağı təklif edir. Ona görə 5də yanlışdır. Yeni il gecəsi böyük oğlunun evdən getməsi üçün təkid edir. Bəli, təkid edir. Yəni, burada bu sözlərlə verilib. Yəni, məsələ o deyildi. Təki sən çıx, get evdən. Yəni, onun gələcək gəlini ilə, potensial gəlini ilə Rüstəmin küslü qalmasını istəmir. Deyir ki, get. Yəni, öz aranızda nə olar, özünüz bilərsiniz. Amma qıraqdan baxanda heç kim bilməsin ki, sizin probleminiz var. Bayram günü bunlar bayramlaşmırlar, görüşmürlər. Yəni 6 doğrudur. İndi gəldirik şərtə təzədən. Həmidə xala obrazına